Salam. Hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Məkan olaraq biz hardayıq, onun sizə məlumat verim. Mən hal-hazırda Mərdəkanda Makaron fabrikin arxa küçəsindəyəm. 8-ci dalan. Sağ-sol gəlir, 8-ci dalanı tanıyanlar bilir. O dalandan düz bura gəlir. Ondan əlavə olaraq 8-ci dalanı qoyuram qırağa. Mən durmuşam. Sol tərəfim bu yol çıxır Mərdəkan Köhnə Qala stansiyasına gedən yola. Sağ tərəfdən də birbaşa gedəndə biz çıxırıq birbaşa Mərdəkan körpüsünün yanına. Burada isə sizə 2 ev təqdim edəcəm. Baxın, bir çəkilişdə 2 ev təqdim edəcəm. 2,7 sot, 2,7 sot, 3 otaqlıdır, 2 yataq otağı var, 185 min start qiymətdir. O isə həm qarajı, həm də 4 otaqlıdır. Onun qiyməti isə 295 min manatdır. Elvin, gəl birinci balaca evi göstərək, təqdim eləyək. Kupçalıdır. Torpağın da evində kupçası, çıxarışı var. Avtomatik olaraq darvazası. Buyur. Çək. Geniş, böyük bir həyəti var. 3 dənə maşın saxlamaq mümkündür, yəni genişdir. Hovuz. Sonra bura mətbəxdir. Mətbəxin və hovuzun tam mərkəzində burada belə bir veranda üstü bağlı oturmaq üçün nəzərdə tutulmuş bir yer düzəlib. Bura isti, soyuq su, kanalizasiya xətti çəkilib, sonra tok xəttləri çəkilib, elektrik xəttləri hamısı çəkilib. Burada da ki, yox, bu kombi aparatı qoymaq üçündür. Hasansa kimsə bu hovuzu isti hovuz eləmək istəsə, xəttləri hazırdır. Sadəcə esenjör, bir də ki, kombi aparatını qoyub bu hovuzu isti hovuz edə bilər. Keçək evin daxilinə, buyur. Bu 185 min manata olan evdir. Ev bütöv olaraq isti döşəmə ilə təmir olunub. Evin içərisinə daxil olduq. Sol tərəfdə burada belə bir asılğan var. Dolab yerləşir burada. Bura bütöv olaraq qonaq otağıdır. Qonaq otağı ilə mətbəx birlikdədir. Burada da mətbəx mebeli yığılıb. Buradan da birbaşa verandaya, hovuza çıxış qoyulub. Bu evin daxilində 2 yataq otağı var. Bir yataq otağı, 2 yataq otağı, həyətə baxır. Yataq otağının daxilində sanitar qovşağı, gəl Elvin, və tam mərkəzdə olan ümumi sanitar qovşaq. Belə deyim də, evin daxilində 2 yataq, 2 dənə sanitar qovşağı var. Mətbəx qonaq otağı ilə birlikdədir. İndi isə keçək böyük evi. Sizə təqdim edeyim. Böyük evin qiyməti isə 295 min manatdır. Onun torpağının da, otaqların da, həyətin də genişliyi böyükdür. O genişdir. Gedək Elvin, buradan çıxaq. Yer olaraq, məkan olaraq çox qəşəngdir. Mərdəkandır. Mərdəkanda yox. Bunu bağlayaq, buranı keçək içəri. Avtomatik olaraq darvaza birinci qaraj. Birinci qarajdır. Qarajda yox, ikinci maşın saxlamaq olmaz. Məncə balaca maşın saxlamaq olar, mümkündür, amma 2 dənə maşın böyük saxlamaq olmaz. Bura böyükdür. Bura 3,5 sotun içərisində torpaq sahəsi böyükdür, genişdir. Yaşıllıq zonası çox genişdir. Hovuzu çox genişdir, böyük qoyulub. Burada belə bir şey də qoyulub, hansı ki, balaca uşaqlar üçün çimmək üçün, şezlong qoyulmaq üçün. Evin ümumi giriş hissəsidir. Burada mətbəx ayrıdır, mətbəx otağı buradır. Sonra bura qonaq otağıdır, verandasıdır. Burada da eyni. Bütün xəttlər çəkilib. Evin arxa hissəsində həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı və kombi otağı orada yerləşir. Bir də ki, burada manqal var. Buradakı qonaq otağı buradan görünür. İndi isə keçək evin daxilinə. Buyurun. Salam Elvin. Əziz izləyicilərimiz, bir şey düşünürəm, əgər kiməsə lazım olsa, onu eləyə bilər. Buranı, o tərəfdən yox, buradan bura qədər, çox geniş yox, bura qədər ayırmaq olar ki, bura necə deyərlər, çəkili zona olsun, ayaqqabı zat çıxartmaq üçün çəkili zona yaransın burada. Burada divarın içərisində dolab var, zaten qoyulub dolab, sadəcə buranı ayırıb bura qədər, nazik bir nəylənsə, burada çəkili zona düzəltmək olar. Çünki bura geniş qonaq otağıdır.
Qonaq otağının buradan belə bir burada TV-stent yığılıb, televizoru bura düşünüblər, burada qoyacaqlar. Burada isə otaqlar ayrılır. Bu birinci yataq otağı. Yataq otağının daxilində sanitar qovşağı. Evin arxa hissəsidir. Məsafə qoyulub, buraxılıb. İkinci yataq otağı. Tam mərkəzdə olan ümumi sanitar qovşağı. Bu üçüncü yataq otağı. Yataq otaqları burada genişdir. O da böyüdür. Hamısı böyüdür. Bura yaxşıdır. Qiyməti də yaxşıdır da burasına baxanda. 100 min bahadır, 100 mindən çox. Amma endirim olunacaq. Ev sahibi endirim eləyəcək. İndi isə sonda keçək sizə bir dənə mətbəx otağında təqdim edeyim. Burada mətbəx otağıdır. Mətbəx mebeli falan hamısı yığılıb. Burada mətbəx otağıdır. Çox sağ olun. Bizi izlədiyiniz üçün. Bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.